Uşaqda heç bir problem, heç bir şikayət olmadığı halda birdən-birə çox yüksək temperaturun ortaya çıxması artıq o deməkdir ki, həkimə müraciət etmək lazımdır. Uşaqların sağlamlığı hər bir cəmiyyətin gələcəyi üçün önəmlidir. Azərbaycanda uşaqlar arasında geniş yayılmış xəstəliklər və onların müalicə üsulları haqqında məlumatlı olmaq valideynlər üçün mühüm əhəmiyyət kəsb edir. Bu reportajda Azərbaycanda aktual olan bəzi uşaq xəstəliklərini və onların müalicə metodlarını müzakirə edəcəyik. Geniş yayılmış uşaq xəstəlikləri misal üçün tənginəfəslik və asma. Azərbaycanda uşaq asması və tənginəfəslik problemi geniş yayılıb. Çirklənmiş hava, allergenlər və genetik faktorlar bu xəstəliklərin yaranmasında böyük rol oynayır. Müalicə üçün inhalər və allergiyaların minimuma endirilməsi tövsiyə olunur. Bilirsiniz ki, xəstəliklər çoxdur, amma biz pediatrların gündəlik praktikada rastlaşdığımız ən çox xəstəliklər yuxarı tənəffüs yolları və aşağı tənəffüs yolları xəstəlikləri, eyni zamanda mədə-bağırsaq traktı xəstəlikləri ilə, məsələn, xroniki ishal, kəskin ishal, qəbzliklərlə rastlaşırıq. Bunların əksəriyyətinin demək olar ki, müalicəsi var. Uşaqda heç bir problem, heç bir şikayət olmadığı halda birdən-birə çox yüksək temperaturun ortaya çıxması artıq o deməkdir ki, həkimə müraciət etmək lazımdır. Və ya uşağın tənəffüs almağında bir çətinləşmə var. Uşaq boğulur, tənginəfəsdir və ya uşağın kəskin ishalı var. Bir gündə 10 dəfə, 20 dəfə ishal gedir. Bu zaman su itkisindən uşağın vəziyyəti ağırlaşa bilər. Bu kimi durumlarda dərhal həkimə müraciət etmək önəmlidir. Uşaqları öldürə biləcək ən qorxulu xəstəlik isə meningitdir. Meningit beyin və onurğa iliyi ətrafında olan qoruyucu membranların intibahıdır və uşaqlar üçün çox böyük təhlükəli ola bilər. Bu xəstəlik bakterial, viral və ya digər mikroorqanizmlərdən qaynaqlana bilir. Meningit sürətlə inkişaf edə bilir və müalicə olunmadıqda həyatı təhlükə yarada bilər. Meningitin əlamətləri yüksək hərarət, şiddətli baş ağrısı, boyunda sərtlik, huşun itməsi və qarışıqlıq, həssaslıq və qızıqlanma, gözlərdə işığa həssaslıq. Meningitdən qorunmağın ən effektiv yolu peyvəndlərdir. Bakterial meningit hallarında antibiotiklərdə sürətli müalicə həyati əhəmiyyət daşıyır. Uşaqların sağlamlığını qorumaq üçün erkən diaqnoz və müalicə çox vacibdir. Əgər uşaqlarınızda bu əlamətlərdən hər hansı biri varsa, dərhal tibbi yardım alın. Uşaqlar arasında ən çox yayılmış xəstəliklərdən biri də viruslardır. Həkimlər bildirirlər ki, bu xəstəliklər soyuq dəymə, qrip və digər respirator infeksiyalarını əhatə edir. Müalicə üçün bol maye içməsi, istirahət və bəzən antiviral dərmanlar tövsiyə olunur. Deyək ki, məsələn, rotavirus infeksiyası. Məsələn, rotavirus infeksiyası nədir? Uşaqlarda ciddi qusma və qarın getməklə özünü göstərən bir xəstəlikdir, özünü biruzə verir və hərarət olur bərabərində bəzən. Burada məsələ nədir? Əgər uşaqların üstündə ciddi şəkildə düşülməzsə, uşaqların mayələri bərpa olunmazsa, bəli, bu uşaqlar bəzən böyrəyə zərər görə bilər, bəzən beyinə zərər görə bilər və itirilə bilər. Yəni, ikincisi, yenə mövsüm dəyişmələrinə bağlı olaraq adi qrip və ya da digər virus infeksiyaları yenə çox yayıldığını biz görürük, müşahidə edirik. Düzdür, virus infeksiyalarında spesifik xüsusi bir müalicə adətən olmur. Ancaq bəzən burada ağırlaşmalar olur ki, bu ağırlaşmalar zamanı müdaxilə olunmazsa, yenə bu uşaqlar həyatını itirə bilər və yaxud da ağırlaşa bilər. Məsələn, deyək ki, adi qripdən sonra qripin müalicəsi olmadığı halda, amma bəzən qrip ağırlaşdırıb pnevmoniya eləyə bilər, uşağı otit eləyə bilər, yəni qulaq infeksiyası eləyə bilər, bəzən meningit eləyə bilər uşaqları. O baxımdan virus deyib keçməmək lazımdır. Bütün infeksiyalarda uşaqların yaxın həkim nəzarətində qalması lazımdır ki, belə bir ağırlaşma görüldüyü zaman tez bir şəkildə önlənilib, qarşısı alınsın ki, uşaqlardan fəsadlardan qoruyaq. İshal və mədə-bağırsaq pozğunluqları yay aylarında ən çox uşaqlar arasında yayılır. Bu xəstəliklər adətən infeksiyalar və qida zəhərlənməsi ilə bağlıdır. Müalicə zamanı maye balansının qorunması və bəzi hallarda antibiotiklərdən istifadə edilir. Qızdırma uşaqlarda müxtəlif infeksiyalara qarşı orqanizmin təbii reaksiyasıdır. Qızdırmanın müalicəsi xəstəliyin səbəbindən asılıdır və bəzən qızdırma salıcı dərmanlar da tələb olunur və bəzən qızdırma salıcı dərmanlar da tövsiyə olunur. Allergiyalar uşaqlar arasında çox yayılmış bir problemdir və toz, heyvan tükü, qida və polen kimi allergiyalardan qaynaqlana bilir. Deyək ki, məsələn, bu mövsümdə biz rotavirusu çox görürük, influenza dediyimiz qripi çox görürük, RSV virusu deyirik çox görürük, rinovirus deyirik çox görürük. Yəni bunlar parainfluenza virusları görürük, məsələn, deyək ki, bu viruslar saymaqla tutarmaz. Amma ümumi bir məlumat vardır ki, adətən viruslarda dediyim kimi spesifik bir müalicə olmur. Yəni virusların 95%-də insan özünü sağaldır, uşaqlarda, böyüklərdə. Sadəcə burada əsas məqam nədir? Ağırlaşma olduğu zaman bunun bir an öncə təyin olunub müdafiə olunmasıdır. Yoxsa hər mövsümdə hər viruslar dediyim kimi yayıla bilir və bunlar təbii ki, çox sürətli yayıldı, damlacıq yolu yayıldığı üçün bunların qarşılamaq çox çətin olur. Xüsusilə məktəblərdə, bağçalarda buna çox sürətli bir şəkildə yayılırlar. Əsas məqam burada yayılmanın qarşısını almaqdan daha ziyadə yayılma olduğu zaman ağırlaşmalara tez təyin edib bunlara müdaxilə etməkdir.
Bütün bunları nəzərə alaraq övladlarınızda bu kimi hallar varsa, heç düşünmədən dərhal həkimə müraciət edin, yoxsa nəticələri acı ola bilər.